Budur Glimp'in qapıya olan yeganə zərbə ilə vurduğu qol bu cütdə hər şeyi alt-üst etdimi? Tottenham ilk maçda tam dominant futbol oynadı. Bir növ hesabının haqqını verdi. Lakin iki çox ciddi hadisə baş verdi. İlk öncə əlbəttə ki, Budur Glimp fanatlarının da çempion olurmuş kimi qeyd etdikləri qol. Çünki bu Budur Glimp'i həyata qaytardı. İkinci faktor Tottenham'ın bu mövsüm ən böyük başı bəlası olan zədələr. Komanda liderlərindən olan Sona, bu oyunda Dominic Solanke və James Maddison da qoşuldu və bilinmir ki, onlar bu maçda forma geyib geyməyəcəklər. Digər tərəfdən isə Budur Glimp'in cəzalı olan iki müdafiəçisi və ən əsas komandanın əfsanəsi Patrick Berg hər üçü cəzadan qayıdır və süni meydanda Norveçdə Budur Glimp tam başqa bir komandadır. Xatırlatmaq yerinə düşər ki, tarixində Avropada oynadığı 37 maçın 30-sunda Budur Glimp məğlub olmayıb. Son məğlub olduğu maç, salam əleykum, Qarabağlı olub, evində 1-2. Son 2 maçı əgər baxsanız, Konferans Liqasının qalibi çox güclü Olympiakosu evində 3-0 məğlub elədi. Latsonu isə layiqli şəkildə 2-0 hesabı ilə məğlub elədi. Və bu oyunda ilk qol vuracağı təqdirdə istənilən oyunun belə bir saatında Tottenham'ın problemləri əmələ gələcək. O biri tərəfdən isə Eintrachtla oyunda Tottenham nə qədər postaqolu prinsiplərindən geri çəkilərək adaptiv, negativ futbol oynaya biləcəyini göstərdi. Amma mən sizə bir şey deyim, avtobus parkovka eləsə, Budur Glimp'in şahanə hücum variasiyası ilə necə hücum edir, o biri videomuza görə bilərsiniz. Mənə görə Tottenham'ın başı çox ağrıyacaq. Sizcə Budur Glimp finala vəsiqə qazanacaq, yoxsa İngilis finalı göylərdə yazılıb?